Hər vaxtınız xeyirli olsun. Uğura doğru bir addım layihəmizdə xoş gördük. Layihəmizin bugünkü qonağı Bakı İnşaat Sənaye Şirkətinin Satış Departamentinin direktoru Quliyev Əmirxan müəllimdir. Əmirxan müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycan Respublikasında Azərbaycan-İsrail ticarət evi açılmışdır. Layihəmizin əsas məqsədi biznes əlaqələrinin qurulması, ixal və ixracın artırılması və s. Bu günləri şirkətinizlə bağlı bir neçə sual vermək istərdik sizə. Bakı İnşaat Sənaye Şirkəti nə vaxt yaranmışdır? Bakı İnşaat Sənaye Şirkəti 2002-ci ildən fəaliyyət göstərir. Azərbaycanda böyük metallurgiya zavodlarından, fabriklarından biri sayılır. Ümumilikdə obiyomumuz, yəni istehsal gücümüz illik olaraq 196 min ton civarındadır. Hansı tikinti məhsullarını istehsal edirsiniz? Şirkətimiz əsas metal məhsulları istehsal edir. Armaturlar, borular, profillər, iki tavırlar, şvelirlər, künclüklər və s. Məhsullarınızın keyfiyyətinə necə nəzarət edirsiniz? Məhsullarımızın keyfiyyətinə biz ümumilikdə TÜV Avstriya sertifikatı əsasında işləyirik. Avropa 10.000-2005 sertifikatı əsasında işləyirik. Məhsullarımız ümumilikdə laboratoriya testindən keçir. Hər bir istehsalımız laboratoriya testindən keçir. Plus dartma, qopma, yəni armaturdan məsələ gedirsə, söhbət gedirsə, hamısı orada sınaqdan keçilir. Hər bir sınaqdan keçən partiyanı satışa yönəldirik, belə deyim. Şirkətiniz ölkə daxilində olduğu qədər, bir o qədər də ölkə hüdudlarında tanınmış şirkətlərdən biridir. Hansı iri layihələrdə iştirak etmişsiniz? O layihələrdən bir neçəsini sadalaya bilərsinizmi? Bəli, biz bugünkü günləri Azərbaycanda demək olar ki, ən böyük layihələrdə iştirak edirik bugünə kimi də. Həm dövlət layihələrində, həm özəl sektorlarda. Mən demək istəyərdim ki, bugünkü günləri Azərbaycanda tikinti sahəsində ən böyük şirkətlərin adını sadalaya bilərəm sizə. Kristal Bakı kimi, Kristal Abşeron kimi ən böyük tikinti, Sibris Construction'dır, Aire Development'dır, Aral Qrup kimi şirkətlərlə çalışırıq bugünkü gün. Yəni mən sizə sadaladığım, yəni Azərbaycanda bugünkü günlər ən böyük şirkətlərdən biri sayılırlar. İstehsalçı şirkət olaraq Azərbaycan tikinti bazarını necə qiymətləndirirsiniz? Valla bugünkü günləri mən sizə belə bir şey deyə bilərəm. Azərbaycanın tikinti bazarı sürətlə inkişafdadır bir dəqiqə hal-hazırda. Mən düşünürəm ki, çox yaxşı. Bundan sonra da hətta daha da geniş formatda inkişafa doğru gedəcək. Bildiyimiz qədər şirkətiniz həm ixal, həm ixracla məşğuldur. Bu proses, logistika prosesiniz necə gedir? Bəli, bizim logistika prosesimiz bugünkü günləri yüksək səviyyədədir. Çünki biz həm quru yolla, həm dəmir yolu ilə, həm də gəmi ilə ixracımızı edirik, həm də ki, plusdakı ixal prosedurlarını həyata keçirdirik. Tam sərbəst şəkildə, yəni logistikamız bugünkü günləri tam yüksək səviyyədə qiymətləndirilir. Yüksək səviyyədə inkişaf etmişdir. Bəli, inkişaf etmişdir. Bilirsiniz ki, Azərbaycan-İsrail ticarət evinin yaradılmasında əsas məqsəd hər iki tərəfin iqtisadi əlaqələrinin genişləndirilməsidir. Hal-hazırda İsrail dövləti ilə əməkdaşlığın necə qiymətləndirirsiniz? Çox gözəl sualdır. Çox gözəl sualdır. Əlbəttə ki, İsrail ilə əməkdaşlıq bizim üçün bir dəqiqə ön planda olan bir şeydir, mən sizə deyim. Çünki biz çox ölkələrə ixrac edirik hal-hazırda. İstərdik ki, həqiqətən də bizim məhsulumuzu İsrail bazarında da tanıtım olsun. Çox xoş olardı bizə ki, İsrail bazarında bizim məhsullarımız öz yerini tapsın, belə deyim. Bildiyiniz kimi, Azərbaycan-İsrail ticarət evi buna bir trampolindir. Əlbəttə ki, sözsüz ki. Hər bir şirkətin rəqibi var. Rəqiblərinizdən sizi fərqləndirən, onlardan üstünlükləriniz nələrdir? Mən belə deyərdim, rəqiblərdən üstünlüyümüz odur ki, birinci keyfiyyət baxımında, ikincisi tam vaxtında çatdırılma, ikincisi də ki, müştərinin məmnuniyyət etmək, belə deyim. Müştəri məmnuniyyəti daha prioritetdir sizin üçün. Əlbəttə ki. Şirkətin ən güclü tərəfi hansıdır? Şirkətimizin ən güclü tərəfi uzun müddətli tərəfdaşlıqdır, əsas. Önəmli olan. Önəmli olan. Demək ki, kifayət qədər artıq siz özünüzü təsdiq edirsiniz və şirkət tərəfdən güvən qazanırsınız ki, uzun müddətli olur, əlbəttə. Azərbaycan-İsrail ticarət evi platformasında tikinti məhsullarınızın nümayişini necə görürsünüz?
Mən sizə belə deyərdim ki, bizim üçün bu ilk idi. Yəni biz böyük ekspolarda iştirak eləmişik, sərgilərdə iştirak eləmişik. Bugünkü günləri burada iştirakımız biraz fərqli bir tərəf oldu. Şirkətiniz üçün daha bir fərqlilik oldu. Bəli, fərqlilik oldu. Çünki mən düşünürəm ki, mən belə görürəm ki, çox yaxşı olacaq. Yəni inanıram ki, yaxşı olacaq. Bizi İsrail dövləti öz qiymətini verəcək, mən belə düşünürəm. Həm də əsas yenə də qayıdıram məhsulların keyfiyyətinə. Tam əminliklə deyə bilərəm ki, gələcəkdə böyük əməkdaşlıqlara yönələcək, belə deyim. Ticarət evi vasitəsilə yeni ixrac istiqamətləri sizin üçün nə dərəcədə aktualdır və prioritetdir? Çox aktual mövzudur bugünkü gün bizim şirkətimiz üçün çox aktual mövzudur. Çünki bugünkü günləri biz daxili bazardan da savayı ixraca çox yönəlirik. Yəni çox aktual mövzudur. Düşünürəm ki, bunu get-gedə də daha da genişləndirmək fikrimiz var. İsrail şirkətləri ilə birgə layihələrdə ticarət evinin vasitəçilik rolunu necə görürsünüz və necə qiymətləndirirsiniz? Mən belə düşünürəm ki, bu bir vasitədir birbaşa. Çünki bugünkü günləri Azərbaycanın İsraillə ticarəti çox gözəldir, çox yaxşı olar. Hətta metallurgiya sahəsində bugünkü günləri Azərbaycanın İsraillə heç bir bağlantısı yoxdur. Amma bu ticarət evinin vasitəsilə mən düşünürəm ki... İlk siz ola bilərsiniz. İlk biz ola bilərik, bəli. Əmirxan, mən belə bir sualımız var sizə. Ticarət evi daxilində özünüzü hansı mövqedə görürsünüz? Biz özümüzü bu platformada etibarlı sənayet tərəfdaşı kimi görürük və qarşılıqlı faydalı əməkdaşlıq daha da inkişaf etməyə üstünlük verər toyist. Mən belə düşünürəm. Müsahibəmizə vaxt ayırdığınız üçün, dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə təşəkkür edirik. Və Azərbaycan-İsrail Ticarət Evi olaraq əməkdaşlığımızın davamlı olmasını arzulayırıq. Çox təşəkkür edirik gəldiyiniz üçün. Biz də təşəkkür edirik. Çox sağ olun, minnətdaram. İnşallah ki, mən belə düşünürəm ki, tez bir zamanda biz İsrail bazarında öz məhsullarımızı yetərincə təqdimatını keçirdəcəyik. Biz buna əminik. Təşəkkür edirik hər şey üçün. Sağ olun.